Vaxtınız xeyir əziz kanal izləyiciləri. Mən Aytaç Həsənova. Bugün sizlərə Kür-Araz Nəşriyyatı mövzu çalışma vəsaisindən növbəti mövzunu izah edəcəm. Bugünkü mövzumuz sözün ümumi mənası və izahlı lüğət testidir. Mövzunun izahına keçməzdən öncə bir elan diqqətinizi çatdırım ki, onlayn hazırlıq qruplarımıza yazılmaq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Hazırlıqlarımız həftədə 4 dəfə 90 dəqiqə olmaqla keçirilir. Riyaziyyat və Azərbaycan dili fənni üzrə həm monitorinqlərə hazırlıq, həm riyazi bacarıqları, həm oxuyub anlama bacarıqlarının inkişaf etdirilməsi, mətn testlərinin sərbəst necə işləmək olar, bunların hamısı bizim hazırlıqlarımızda müstəqil şəkildə sərbəst formada öyrədilir. Və sizin övladınız monitorinqdən yüksək nəticə toplamasını istəyirsinizsə, siz də vaxt itirmədən aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Keçək indi mövzumuzun izahına. İzahlı lüğətdə hansı söz daha əvvəl gələr? İzahlı lüğətdə sözlər necə düzülür? Əlifba sırasına görə. Yəni birinci əlifbada hansı hərf gəlir? Əvvəlcə izahlı lüğət sözünü izah eləyək. A. Daha sonra əlifbada B gəlir, daha sonra C gəlir. Sözlər də əlifba sırasına uyğun düzülür. Yəni birinci A hərfi ilə başlayan sözlər gəlir, daha sonra B hərfi ilə, daha sonra C hərfi ilə bu formada. Baxırıq ki, burada hər üçünün birinci hərfi B-dır. Hər üçünün birinci hərfi B-dır. O zaman baxırıq ikinci hərfi. Hər üçünün də ikinci hərfi A-dır. Baxırıq üçüncü hərfə. Hər üçündə bunda L-dır, bunda Ş-dır, bunda isə C-dır. İndi baxırıq L, Ş, C. Əlifbada bunlardan birinci hansı gəlir? Əlbəttə ki, C birinci gəlir. Deməli, bacı sözü əlifbada birinci gələcək. Heyva sözü haqqında fikirlərdən hansı doğrudur? Heyva meyvədir, rəngi yaşıl deyil, sarı rəngdə olur. Ümumi mənası meyvədir, doğrudur və əlaməti turş deyil, şirindir. Keçirik üçüncü. Hansı cümlədə peşə bildirən söz var? Peşə bildirən sözlər həkim, müəllim, polis, bunlardır. Biz göy qurşağına baxdıq, burada yoxdur. B. Həkim bizə kömək etdi. Burada peşə bildirən söz həkim. C. Günəşin istiliyi ətrafa yayıldı. Burada da yoxdur. Sözün ümumi mənasına əsasən hansı söz digərlərindən fərqlənir? Baxırıq A. Çətir, B. Müəllim, C. Həkim. Düzgün cavab olacaq A variantı. Çünki bunların hər ikisi peşədir. Peşə. Bu isə məişət əşyası adlanır. Hansı sözün izahat doğru göstərilməyib? Akvarel sulu boyadır. Düzdür. Aşpaz xörək bişirən usta. Bu da düzdür. Batut idman növü deyil, idman alətidir. Hansı ki, üstündə hoppanmaq üçün istifadə olunur. 6. Verilmiş sözləri əlifba sırası ilə düzsək, hansı variant doğru olar? Verilmiş sözləri əlifba sırası ilə düzmək üçün baxırıq ilk hərflərdən. C, Q, U. Əlbəttə ki, əlifbada birinci C hərfi gəlir. Daha sonra Q hərfi, ən axırda da U hərfi gəlir. 1, 3, 2, B variantı. Hörmətli müəllim, hər könüldə yerin var. Hər kənddə, hər şəhərdə sənin meyvələrin var. Bəxtiyar Vahabzadənin müəllim üçün olan ən gözəl şeirlərindən biridir. Şeirdə altından xətt çəkilmiş sözün ümumi mənası. Bayaq dedik ki, müəllim, həkim, polis, mühəndis bunlar nə bildirir? Əlbəttə ki, peşə. Geyim deyil, çünki burada paltardan söhbət getmir. Gül də deyil, çünki burada biz güldən danışmadıq. Sözün ümumi mənasına əsasən sual işarəsinin yerinə hansı söz uyğun gəlir? Bıçaq, boşqab, fincan. Əlbəttə ki, biz bunları mətbəx əşyalarında görürük. İdman növü deyil, səma cisimləridir. İdman növlərinə futbol, basketbol aiddir. Səma cisimlərinə də aid ulduz, ay, günəş və s. Keçirik növbəti səhifəyə. Sözün ümumi mənası izahlı lüğət çalışma 3. Verilmiş sözlərin ümumi mənasını aşağıda qeyd edin. Bunlar idman növləridir. Voleybol, tenis. Daha sonra ərik, alma, şəftəli bunlar meyvə növüdür. Ümumi məna. Tar, kaman, skripka, musiqi aləti. Bənna, rəssam, həkim bunlar peşə. Cümlələrdə geyim bildirən sözlərin altından xətt çəkin.
Geyim yəni bunlara aid ayaqqabı, corab, köynək, jaket, palto belə şeylər. Onun ayaqqabısı yeni idi. Ayaqqabı. Anam mənə qalın corab aldı. Corab. Ceyhun köynəyini geyindi. Köynək. Soyuq olduğu üçün palto geyindi. Palto. Hər boşluğa uyğun gələn söz yazın. Geyim. Burada 3 dənə nümunə verib, birini də biz yazmalıyıq. Papaq, şalvar, palto. Məsələn, yaza bilərik nə? Corab, şərf. Gül, lalə, nərgiz, bənövşə, zambaq. Alma, armud, nar, heyva. Şəkildəki sözlərin izahını yazın. Bu bənnadır, bənna. Ev tikən. Usta. Ağac dələn, ağac dəlir. Divan oturmaq üçündür. Gözlük daha yaxşı görmək üçün. Sonra samavar çay qaynatmaq üçün. Əl bədənin bir üzvü. Bir üzvü. Daha sonra şokolad şirin olur. Qəhvəyi rəngdə olur. Limon sarı. Turşdur. Verilmiş sözləri əlifba sırasına əsasən düzün. Baxırıq ilk hərflərinə. Əlbəttə ki, gəmi birinci olacaq. Daha sonra kreslo. Daha sonra ütü. Ən sonda da nə? Zürafə. Sonra mebel, qaz, xörək, maral. Burada əlbəttə ki, birinci gələcək xörək. Sonra maral. Sonra mebel. Daha sonra qaz. Əşya, ətir, əlcək, qar. Burada əlbəttə ki, birinci gələcək əlcək. Daha sonra baxırıq t, yoxsa ətir, yoxsa əşya. Ş ilə t-yə baxmalı. Hər ikisində ilk hərfi ədir. İkinci hərfinə baxacağıq. Deməli, p, r, s, ş, t. Ş birinci gəlir. Əşya, ətir və qar. Mətbəx, masa, güldan, ulduz. Güldan birinci gəlir. Masa yoxsa mətbəx. Baxın, hər ikisində ilk hərfi m-dır. İkinci hərfinə baxırıq. Adı ədir. Əlbəttə ki, A birinci gəlir. Masa, mətbəx və ulduz. Hər sütunda ümumi mənası fərqli olan sözün altından xətt çəkin. Soyuducu, divan, çarpayı, kreslo, qələm. Baxın, ev əşyası, ev əşyası, ev əşyası, ev əşyası bu məktəb ləvazimatı. Bunu çıxardırıq buradan. Müəllim, dülgər, mühəndis, insan, həkim. Müəllim peşə, dülgər peşə. Dülgər də yenə ustadır. Taxtaları yontub düzəldir. Mühəndis peşə, həkim peşə, insan amma peşə sayılmır. Qarpız, yemiş, meyvə, kələm, tərəvəz, alma, qovun, meyvədir. Fərqli olan burada tərəvəzdir. Kələm yəni. Dəftər, kitab, məktəb ləvazimatı, karandaş, məktəb ləvazimatı, dovşan, heyvandır, pozan, məktəb ləvazimatı. 4 dənə məktəb ləvazimatı, bir dənə heyvan. Burun bədən üzvü, əl bədən üzvü, ayaq bədən üzvü, qulaq bədən üzvü, əlcək isə geyim növüdür. Növbəti, uyğunluğu müəyyən edin. Merkuri, Venera, Mars. Bunlar nə sayılır? Əlbəttə ki, planetlər. Divan, televizor, kreslo, ev əşyaları, küknar, şam, palıd, bunlar da ağac növləridir. Sözün ümumi mənasına əsasən cədvəli doldurun. Peşə var, heyvan var. Tülkü nədir? Heyvan. Kosmonavt peşə. Hansı ki, kosmosa gedənlərə kosmonavt deyirlər. Ayı heyvan.
Dəmirçi peşə, dəmiri döyənlərə deyirlər. Bərbər peşə, saç kəsənlərə deyirlər. Polis peşə. Dəvə heyvan, bir də arı heyvan. Belə əziz kanal izləyiciləri, bugünlük bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.